Mən psixoloq Könül Babaşzadə, 6 ildən çoxdur praktik psixoloji təcrübəyə malikəm. Uşaq və yeniyetmə psixologiya kursunu tədris edirəm. Eyni zamanda uşaq, yeniyetmələr və yetişkinlərlə psixoloji iş aparıram. Həm real şəkildə, həm onlayn şəkildə. Eyni zamanda YouTube kanalımdan, Instagram profilimdən ətraflı şəkildə mənim barəmdə məlumat əldə edə bilərsiniz. Bugünkü məqsədimiz Freydin psixoseksual inkişaf yaş dövrlərindəndir. Burada təkcə uşaq və yeniyetmələr istiqamətində deyil, eyni zamanda yetişkin şəxslərin də psixologiyasına toxunacağıq. Çünki bilirsiniz niyə görə? Əsas məqsəd odur ki, biz burada başa düşək ki, hər bir şey təkcə uşaq və yeniyetmələrdə cəmləşmir. İnsan böyüyür, 18 yaşını keçdikdən sonra artıq bu etaplar bizim həyatımızda da özünü göstərməyə başlayır. Mən istəyirəm ilk öncə aranızda qoşulanlardan varsa, zəhmət olmasa, qruplarınızda səsləri çox xahiş edirəm, bağlayaq, mane olmayaq. Suallarınızı siz yazın chat hissəsinə. Mən danışdıqca sizin suallarınıza baxacağam. Hansı ki, sizin belə deyək ki, övladlarınızla bağlı sualınız var və yaxud da ki, ola bilər siz real şəkildə uşaq və yeniyetmə ilə işləyirsiniz, orada bir probleminiz var. Superviziya kimi də sizə müəyyən praktik önərilər yönəldə bilərəm. Ümumiyyətlə, mən istəyirəm ki, aktiv olaq. Chat hissəsinə qeyd edin, görüm ümumiyyətlə bu barədə məlumat olan varmı ki, ümumiyyətlə Freydin psixoseksual inkişaf yaş dövrləri nə deməkdir? Məlumatınız varsa bunu necə tətbiq edirsiniz? Bugün məsələn, bugün oral mərhələdən birinci dövrdə mən sizlə başlayıram. Oral mərhələ. Ümumiyyətlə, oral mərhələ haqqında əsas mərhələ nədir? Ümumiyyətlə, yəqin ki, çoxunuz bilirsiniz ki, oral mərhələ nə deməkdir? Oral mərhələ ümumiyyətlə uşaq hər şeyi, yəni anadan olandan biz anamızın neynirik? Südünü əmirik, daha sonra soska əmirik, daha sonra barmaq əmirik, daha sonra əlimizə keçən əşyaları əmirik. Deməli, əmmə vasitəsilə neynirik? Qidalanırıq. Son etap olaraq biz qidalanma prosesinə keçirik və daha sonra bizdə hansı ehtiyaclar yaranır? Bu dövrdə biz istəyirik ki, təhlükəsizlikdir, qayğıdır, sevgidir, qəbul olunmadır. Bu mərhələ ilə əsas etibarən bizdə tamamlanmış olur. Amma deyək ki, uşaq anadan oldu. Əmmə prosesini, qidalanma prosesini, yəni ağız orqanı vasitəsilə oral mərhələ buna görə deyirik. Bu 0-dan 1.5 yaşa qədər olan mərhələdir. Yəni uşağın 1 yaş yarımına, belə deyək, 18 ayına qədər olan bir mərhələdir. Əgər bu hissə normal şəkildə tamamlanmırsa, uşaqlarda artıq nə kimi problemlər yaranacaq? Birinci növbədə artıq uşaqlarda emosional aclıq, ehtiyaclıq, tərk edilmə qorxusu və s. Bu şuuraltı olaraq proqramlanacaq və 18 yaşdan sonra bu necə göstərəcək özünü? Baxın, belə göstərəcək. Ya aslı münasibətlərə daxil olacaq, ya təsdiqə ehtiyac axtaracaq, ya davamlı sevilmək istəyəcək, ya həddindən artıq yemək ehtiyacı yaranacaq və s. Ümumiyyətlə, çoxunuz məsələn, münasibətlərdə, məsələn, münasibətə giririk. İndi biraz keçirəm yetişkin. Bu uşaqlıq dövrünü dedim. İndi yeniyetmə və yetişkinlik dövrünü deyirəm. Məsələn, çoxunuz deyirsiniz ki, qarşı tərəfə, yəni özümüz də bilmədən ana vatamızı proyeksiya eləyiriksə, sevgi ilə qayğını qarışdırırıqsa, özümüzü sakitləşdirə bilmiriksə, başqasına həddindən artıq bağlanırıqsa, daima təsdiq, diqqət axtarırıqsa, sevgini ehtiyat səviyyəsində yaşayırıqsa, şərtli şəkildə yaşayırıqsa, daha sonra tərk edilmə qorxumuz varsa, həddindən artıq yeməyə meyil ediriksə, dodaq dişləmək, qələm çeynəmək, dırnaq yemək, çox danışmaq və yaxud da ki, susmaq, içinə atmaq, duyğularımızı bağlamaq, siqaret çəkmək, alkoqol kimi vərdişlər, həddindən artıq yemək, həddindən artıq emosional aclıq. Bunların hamısı nə olur? Bunların hamısının kökündə bu əmələ gəlir ki, mənim oral mərhələm bir şəkildə yaxşı keçməyib, travmatik bir şeydən keçib və sonraki etapda valideynim, yəni özü də bilmədən və ətrafım özü də bilmədən mənə bu mərhələni tamamlamağa, belə deyək ki, ehtiyac olmamışdır. Ümumiyyətlə, sonraki etaplarda, yəni uşaqla bu etapları işləyəndə belə, siz zaman-zaman görürsünüz ki, məsələn, atıram 5 yaşında uşaqdır, soska əmir. Məsəl üçün, görürsünüz, indi anal mərhələyə keçəcəm. 6 yaşında uşaqdır, pampers bağlayır və yaxud da ki, dişlərini qıc edir və yaxud da təcrübənizdə görmüsünüz ki, 6 yaşında uşaqdır, barmaq əmir, gəlir psixoloqa ki, barmaq əmmə problemi var. Barmaq əmmədir, sonra soska əmməkdir, sonra bir də görürsünüz, uşağın 3 yaşına qədər hansısa bir əşyanı əlinə aparıb, ağzına aparması normal kimi qeyd olunsa da, amma uşaq var ki, 5-6 yaşı olur, nəyəsə ağzındadır və yaxud da yeniyet, nəyəsə ağzındadır. Böyüklərdə də bu yeniyetməlik və yetişkinlikdə də birbaşa keçir siqaret çəkməyə, alkoqol tükətməyə,
və münasibətdə də asılığa keçir. Qopa bilməmək, ayrı ola bilməmək və sairəm kimi mərhələlərə keçir. Sağalma prosesi necə olur? Yəni korreksiya bununla necə işlənilir? Təbii ki, buna ilk öncə baxır neçə yaşda müraciət olunur. Əgər baxın belə deyim, 6 yaşa qədər müraciət olunursa, oyun terapiyası və davranış terapiyası paralel aparılaraq uşaqları korreksiya etmək mümkündür. Əgər deyək ki, bu mərhələ 6-18 yaş mərhələsinə qədər müraciət olunursa, ümumiyyətlə bu problemlərlə bağlı, burada artıq oyun əsaslı koqnitiv davranış terapiyasından istifadə olunacaq və valideyn konsultasiyasına iş düşəcək, ailə modeli işlənəcək. Əgər 18 yaşdan sonra bu problemlə bağlı müraciət edilirsə, artıq psixoterapevtik iş lazım olacaq, şuuraltı terapiya lazım olacaq. Yəni gördünüzmü, oral mərhələdə bir etapda qırılma baş verəndə böyümə mərhələsində nələr gəldi? İndi təbii ki, burada siz sual verdikcə mən konkret cavab verə biləcəm. Çünki indi mən ümumi danışıram. Spesifik, konkret bir problemi götürüb danışa bilmirəm. Amma suallar verdikcə mən çalışacağam ki, spesifik olaraq da danışaq. İlk öncə korreksiyanı bu istiqamətimizdə gedəcəyik. İlk öncə başa düşməliyik ki, emosional aclığımız nədir? Ümumiyyətlə, real sevgi aclığımız nədir? Sərhəd qoymağı öyrənməliyik. Çünki çox vaxt yox deyə bilmirik. Məsəl üçün də özümüzü ifadə edə bilmirik, davamlı olaraq özümüzü bastırmağa çalışırıq. Bəzən yemək yeyirik, amma nətər gəldi, yeyirik. Deməli, ümumiləşdirsək, yeməklə bağlı problemlər, alkoqolla bağlı problemlər, siqaretlə bağlı problemlər, aslı münasibətlər, daha sonra emosional boşluq, emosional aclıq, ağzımızda davamlı dişlərimizi qıc eləmək, çənəmizi tutma, nəyisə əmmə, əllərimizin davamlı ağzımıza işləməsi. Bunların hamısı hansı mərhələ ilə oldu? Oral mərhələnin düzgün keçməməsi. Psixoseksual inkişaf yaş dövründə də əsas məsələ bu idi ki, bu yaş mərhələsi doğru keçsin. Çox ana, məsələn, çox gənc insan ana olur və ana olarkən oral mərhələni düzgün tanımır. Uşaq bəzən belə əlini ağzına aparanda dəst əlini ağzına vurur, döyür, qoymur. Amma bu mərhələdə normaldır. Uşaq əlini 1 yaş 6 ayına qədər ağzına aparması çox normaldır. Sualınız yarandıqca yazın, çünki ümumi bir məlumatdır və çox geniş və çox xırda bir mövzunu əhatə edir. Qeyd edim ki, video rekord olunur və YouTube kanalına da yerləşəcək ki, insanlar artıq psixoseksual yaş dövrləri deyəndə rahatlıqla araşdırıb baxa bilsinlər. Ona görə spesifik sualları yalnız chat hissəsinə yazın ki, mən chat hissəsi vasitəsilə net şəkildə cavablandıra bilim. Daha sonra deməli gəlir bizdə anal mərhələ. Deməli, indi qısa və net deyim oral mərhələdə. Oral mərhələnin sağlam keçməsi üçün mütləq şəkildə lazımdır uşağın belə deyək, ağızla olan təmasına mane olmamaq, onu dəstəkləmək, yavaş-yavaş bu prosesin belə deyək ki, izləmək və ehtiyac olduğu təqdirdə artıq azalmaq. Yəni yavaş-yavaş birdən-birə kəsmək aynı olmur. Məsələn, uşaq ananın döşündən nə vaxt məsələn dodaqlarını çəkir və yaxud da soskadan nə vaxt imtina edir. Yavaş-yavaş o mərhələ gəlir də. Birdən-birə sən durub 3 aylıq uşağın soskasını al, əmmə deyə bilməsən, ananın südünü al. Yox, yəni bu vacibdir. Anal mərhələ nədir? Ümumiyyətlə anal mərhələ bizdə qarşıq eğitimidir. Yəni tualet. Uşaq 3 yaşına qədər qarşıq mərhələsini tamamlanmalıdır. Yəni müstəqil olaraq tualetə getmək, çiş eləmək, böyük bayıra getmək, özünü cümlə ilə ifadə etmək. Əgər mən nəyisə saxlayıb buraxa bilmirəmsə, yəni qarın nahiyəmdə saxıramsa, qəbizlik problemim varsa, bu mərhələni düzgün keçmirəmsə, mən davamlı olaraq anam mənə pampers bağlayır. Bu gəlir mən 6 yaşıma qədər pampers bağlayıramsa, bu artıq anormallıqdır. 3 yaşa qədər pampers atılmalıdır. Uşaq tualetə normal getməlidir, oturmalıdır. Əgər baxın, normal olan budur. Normal olmayan nədir? Uşaq tualetə gedir, anası deyir: "Üf, neynədin sən?" Başlayır onu təhqir eləməyə, başlayır onu söyməyə, başlayır onu tənqid eləməyə, başlayır onu şillə vurur, başlayır onu belə deyək ki, yüngülcə vurur, artıq psixozədə görür. Və şuuraltı olaraq uşaq böyük bayıra getməyindən şuuraltı olaraq həzz ala bilmir. Artıq özündə belə bir proqram olunur ki, mənə həzz almaq olmaz və bastırır. Bu zaman burada nə kimi problemlər yarana bilir? Həddindən artıq kontrol, sərtlik, passiv aqressiya olur. Yəni bastırılmış duyğularını ifadə edə bilmir. Zamanla böyüdükdə, yeniyetməlik və yetkinlikdə anal mərhələ buna keçir. Böyüklərdə 18 yaşdan sonra mükəmməlliyətçilik problemi, buraxmaqda çətinlik, güc oyunları, yəni manipulyasiya oyunları olur. Ehtiyacları nə olur? Sərhəd, müstəqillik, özünə nəzarət. Valideyn çalışmalıdır ki, bu mərhələdə uşağına sərhəd olar, olmaz. Uşaq öz olar, olmazını bilsin, mən nə istəyirəm, nə istəmirəmi bilsin, özünə nəzarəti bilsin, müstəqil. Əgər valideyn bu mərhələni uşaqla, yəni uşaq kaka elədiyinə görə götürüb onu basıb döyürsə, loru dildə desin, uşağın psixosunu zədələyir. Əslində bu normaldır, uşaq batıra bilər.
və valideynin borcudur ki, uşağa qarşılığı öyrətsin. Uşağı özünün etdiyi şeydən iyrəndirməməlidir. Çox valideyn bilmədən iyrəndirir. Onun şəxsiyyətini artıq sındırmış olur. Aha, deməli bu yaş dövründə deməli burada ümumiyyətlə tərbiyə faktorlarında çalışmaq lazımdır ki, kompromisə gedilsin. Okay, indi daha detallı desək, anal fiksasiyadan qısacası desək, böyüdükdə nə deyir? Deyir ki, hər şey mənim öz istədiyim kimi olmalıdır. Artıq nəsə bir plan qurur, məqsəd qurursa və pozularsa artıq narahatlıq keçirməyə başlayır. İnsanları və münasibətləri idarə etməyə çalışır, bəzən manipulyasiya belə deyək meyilli olur. Ya tam düzgün, ya da heç bir düşüncə, səhvə qarşı, kiçik bir səhvinə qarşı dözümsüzlük yaranır. Özünə və başqalarına qarşı həddindən artıq tələbkar mövqe olur. Keçmiş münasibətlərdə inciklik olur. Bağışlamada çətinliklər olur. Əşyaları, pulu, insanları rahatlıqla buraxa bilmir. Sözü demək, məsələn, bir var ki, insan inciyib açıq şəkildə fikrini deyir. Bu insanlar adətən fikrini açıq şəkildə də demir. Belə susaraq, intriqa ilə deyir. Gecikmə, unutma, soyuqqanlılıq, reaksiyalar vermək, mən güclü olmalıyam, yoxsa əzilirəm inancı, zəiflik göstərməkdə qorxu. Baxın, həddindən artıq münasibətlərdə ya sərhəd qoyur, ya da həddindən artıq bu insanlar münasibətdə boğucu tip olur. Qarşı tərəfi davamlı güvənlə bağlı test etmək istəyir. Mən əgər bu insanı buraxsam, mən itirərəm. Emosiyanı hiss etməkdə yox, idarə etmədə çatır. Burada da əlbəttə ki, bayaq dediyim terapiya yöntəmləri burada da gedəcək, hər üçündə gedəcək. Əsas məsələ bunlar əgər öz üzərində işləyərsə, yəni sağlam olan mərhələni bildinizsə, övladınız varsa bu mərhələni gedin. Amma sonradan gecikmiş nəyisə varsa, artıq əgər uşaqdırsa valideyn öz davranışını yenə dəyişməlidir. Amma böyümüsünüz bu vəziyyətə gəlib sonradan başa düşürsünüzsə, mütləq bir psixoloqla görüşməlisiniz və psixoterapevtik iş heç olmasa aparılmalıdır. Və sizlə işlənilməlidir net olaraq. Deməli, güvən duyğusu üzərində, duyğularınızı idarə etmək üzərində, özünüzü ifadə etmək üzərində, yəni ən əsası bunlar işlənilməlidir. Aha, indi gəlirəm, yəni sizin suallarınız olduqca yazın, narahat olmayın, mən sizin suallarınızın hər birinə deməli cavab verəcəm. Fallik mərhələ. Fallik mərhələdə ümumiyyətlə 3-6 yaş arasıdır. Bu yaş dövrü narsist şəxsiyyət pozuntusunun ilkin əlamətinin formalaşdığı yaş dövrüdür. Aranızda tələbələr varsa, imtahan sualında da düşür ki, ilk dəfə narsist şəxsiyyət pozuntusu neçə yaş aralığında formalaşır? Təbii ki, fallik mərhələdə. Fallik mərhələ bizə nə deyir? Artıq 3-6 yaş arasında olan qızlar, oğlanlar öz cinsini qəbul edir. Yəni burada belə deyək, edip kompleksi, elektra kompleksi, qızlarda ataya qarşı maraq, oğlanlarda mamaya qarşı maraq. Bu yaş dövründə nə etmək olmaz? Burada təbii xüsusi həssasiyyət var. Məsələn, çox vaxt ana deyir ki, oğlum məndən gecə-gündüz yatır. Biz eyni yatağı bölüşürük. Nə olsun, uşaqdır da. Gecə onu qucaqlayır, yatır. Qucaqla ancaq yatır 6 yaşa kimi. Uşaqda, oğlan uşağında şuuraltı proqramlanır ki, məsəl üçün, mamanı ata ilə paylaşa bilmir, artıq qısqanclıq, atanı rəqabət kimi görür, ata enerjisi kimi görür və yaxud əksi, ata 3-6 yaş dövründə bütün gün öpüb qucaqlayıb qızınla yatırsa səhərdən axşamı eyni pasteldə, indi mən biraz açıq danışıram, indi burada həssas mövzular var. Təbii ki, qız da başlayır anasını qısqanmağa, anasını rəqabət görür və belə olan halda edip və elektra kompleksi yaranmağa başlayır. Və ilk dəfə olaraq mən qızam, mən oğlanam anlayışı 3-6 yaş arasında formalaşmağa başlayır. Burada əsasən valideynlə olan rəqabət, diqqət mərkəzində olmaq istəyi və s. Sağlam olan odur ki, valideynlik mövqeyi qoyulur, qız-oğlan anlayışı ayırt edilir, izahlar verilir və burada əgər ki, yəni negativ tərzdə gedərsə, utanc, günah hissinin ilk dəfə formalaşdığı yaş dövrüdür, diqqət asılığı formalaşır. Bu dövrdə uşağın ehtiyacı odur ki, qəbul görsün, dəyər görsün, sağlam təsdiq görsün və s. Artıq bu mərhələdə risk faktoru olarsa, valideyn sevgini şərtli olubsa, uşağı müqayisə edərək böyütmüsünüzsə, ayıb, günah, utanc duyğularını uşağa vermişsinizsə, artıq bu o deməkdir ki, yetişkin dövrdə bunda problem dəyişəcək. Yetişkinlikdə nə problem yaşayacaq? Yəni 18 yaşdan sonra sevilmək yox, istənilmək daha vacib olur. Manipulyasiya oyunlarına daha çox çalışır. Partnyoru üçün deyil, daha çox diqqət mərkəzində olsun deyə, kimsə görsün deyə münasibətə girməyə
çalışmış olur. Əgər indi baxın belə deyim, mən uşaq və yeniyetmə psixologiya kursunda tədris eləyirəm. İyun ayından artıq uşaq və yeniyetmə psixologiya kursu da başlayacaq. Aranızdan kim qatılmaq istəsə, orada daha geniş şəkildə praktik izahlarla verirəm. İndi təlim saatı olduğuna görə çox uzun zaman ayırmamışam. Ona görə çalışıram ki, qısa tərzdə izahlar verim və son olaraq da suallarınızı cavablandırım və yekunlaşdırım. Yəni bu aradan indi Nəzrin xanımdan da xahiş edəcəm, qrupda paylaşar, onun komandasından qoşulanlar. Mən öz qrupumda da paylaşacağam. Kiməsə maraqlıdırsa, uşaq və yeniyetmə psixologiyasından daha geniş təhlillərlə, praktik izahlarla bunu sizinlə bir daha gedəcəm. Yəni bunu da burada xüsusi olaraq vurğulamaq istədim və bizdə gəldi, deməli, okey, baxın, mən burada bir şey diqqətimi çəkdi. Flörtə bağlılıq, rəqabətçilik, cazibə ilə özünü sübut etmək, bunlar falik mərhələdir. Şəxsiyyətin bu etaplarında uşağın zədələnmə kimi problemləri olanda artıq müxtəlif problemlər görünməyə başlayır. Aha, sonra gəldi bizdə genital, daha doğrusu latent mərhələ. Deməli, latent mərhələdə ümumiyyətlə nə baş verir? Burada artıq cinsi orqanlar ayrılır. Yəni qız şeyini başa düşür, oğlan öz şeyini başa düşür. Məsələn, bunu belə nümunə göstərim. Birinci sinif uşağında oğlan və qız tualetə ayrı olur, oğlan tualetə ayrı olur. Yəni artıq ayıb olmaz, olmazlar, ayıblar, düz otur, yupquzun olar və s. kimi böyümə olur. Əgər bu etapda, yəni atıram, qızla oğlan eyni tualetə getsə, nə bilim, bir-birinin yanında rahatlıqla soyunsalar, tumanlarını açsalar, təbii ki, bu mərhələ zədəli gedər. Burada əsas bacarıq nədir? Uşağa aidiyyatını öyrənmək, bacarıq hissi, uğur formalaşdırmaqdır, məktəbdə dostluqdur, özünü və başqalarını dəyərləndirməkdir, sosial bacarıqlardır, qrupda yer almaqdır və s. Əgər yox, uşaq o nətər gəldi, yəni bu normalardan kənarda böyüdülürsə, avtomatik özünə inamsızlıq, utanc, sosial çəkingənlik, yetişkinlikdə də hansı problemlər daha çox rast gələcək, özünü geri çəkmə, sosial qorxular, qadınlarla münasibətə girmək, kişilərlə münasibətə girmək bu mərhələdə tamamlanmış olacaq. Okey, sonuncu mərhələ gəldi bizdə genital mərhələ. 12 yaşdan sonraki olan mərhələ bu dövrdə artıq 12-18 yaş arasında olan bir mərhələdir. Bu mərhələdə artıq o deməkdir ki, mən flörtə açıq oluram. İlk dəfə bir oğlandan xoşum gəlir. Daha oğlandan və qızdan xoşu gəlmək 6-12 yaşda olur. Amma artıq 12 yaşdan sonra cinsi söhbət də girir. Burada artıq yaxınlıqlar, cinsi əlaqədə olmaq, niyə görə biz deyirik 18 yaşa qədər olmaz? Erkən nikah olmaz. Niyə görə deyirik? Çünki bu yaş dövründə sadəcə bu istəklər aktiv olur. Hələ şuurlu psixoloji analiz, təhlil olunmur. Hələ o psixoloji inkişaf hələ o dərəcədə inkişaf etmir. Bu dövrdə əgər erkən hamiləlik olarsa, abort sayı olarsa 18 yaşına qədər, gələcəkdə həmən insanlar depressiyadan, panik atakdan, intihara qədər gedib çıxa bilər. 18 yaşa qədər xüsusi, yəni burada seksdir, sevgidir, yaxınlıqdır, bu fokus olur. Bunu da nəyinə vasitəsilə? Müəllimlər vasitəsilə, psixoloqlar vasitəsilə maarifləndirici işlər aparılır, izah olunur, hissləri idarə etmək, dostluq əlaqələrini yönəltmək. Yəni bu cür şəkildə. Burada əsas ehtiyac nədir? Öyrətmək lazımdır yeniyetməyə. Balans, paylaşım, emosional yaxınlıq, cinsi əlaqənin hələ tez olduğunun, hələ erkən olduğunu, 18 yaşdan aşağı hansı fəsadlar verə bilər. Yəqin ki, çoxunuz məktəbdə, məsələn, mən oxuduğum məktəbdə bu barədə güclü şəkildə təbliğat gedirdi. Həm məktəb direktoru tərəfindən, həm psixoloq tərəfindən. Amma elə məktəblər var ki, məsələn, Rusiyanın özü. Gedirsən 9-cu sinif şagirdi də oturub hamilə. Olmaz. Niyə görə olmaz? Bu mərhələ tamamlanmalıdır. Bu mərhələ tamamlanmayanda gələcəkdə psixoloji pozuntuların sayı çoxalır. Sağlam əgər keçirsə bu mərhələni, burada gələcəkdə gözəl münasibət quracaqlar. Dərin münasibət, qarşılıqlı sevgi, bərabərlik. Problem varsa əgər, artıq travmatik giribsə, yaxınlıqdan qalmaq, yaxınlıqdan qaçmaq, emosional və seksual bloklar olacaq ki, bu problemlər də gətirib çıxara biləcək. Və ən çox da rast gəlinən problemlərdən biri, əgər anormal vəziyyət keçərsə, bu uşaqlar dərin və qarşılıqlı münasibət qurmaqdan çətinlik çəkəcək, münasibətdə emosional və seksual bloklar olacaq, sonra psixoloqlar, koçların yanına gedəcək. Yəni əslində problemimizin olması normaldır və psixoloq koç yanına getmək çox normaldır. Sadəcə başa düşmək lazımdır ki, mən bu mərhələlərin hansı birində ilişib qalmışam, mən slaydı sizlə paylaşacağam. Baxarsınız, özünüz də araşdırarsınız, ya özünüz, ya öz övladınız, bir də övladınıza qarşı olan münasibətinizi nəzərdən keçirərsiniz. Asılıq və uzaqlıq davranışı və s. Normalda, baxın, mənə gələn deməli sual
suallarım üzərindən mənə məsələn müraciət olunur ki, ən çox gələn sual aslı münasibətdən necə xilas ola bilərəm? Mən normal şəkildə aslı münasibətdən çıxış texnikası yazmışam və en qədər pasiyentimə də nəticə vermişəm. Asılıqlara düşmə səbəblərinizdən biri, yəni yetişkinlərə aiddir bu önərim. Birinci növbədə bizim o daxili boşluqlarımız, yəni terapiya müddətində mən 18 yaşa qədər olan o müddəti belə deyək ki, pasiyentlə mütləq şəkildə işləyirəm və pasiyent ondan üzləşmə yaşayandan sonra avtomatik asılı olduğu münasibətdən rahatlıqla çıxa bilir. Bu mənim deməli Instagram profilimdir. Kim izləmirsə adımı yazaraq Instagramda izləməyə ala bilər. Sizlər üçün faydalı podkastlar yazıram, reelslər çəkirəm. Biodakı linkdən də keçid edə bilərsiniz. Ödənişsiz YouTube kanalımı izləyə bilərsiniz. Telegramda mənə suallar ünvanlaya bilərsiniz. Suallarınızı cavablandırıram. Hal-hazırda uşaq və yeniyetmə psixologiya kursu başlayacaq deyə iyun ayından onun qəbul proqramı açıqdır. Bir də fərdi şəkildə məndən seanslar əldə edə bilərsiniz. Okey, bunu da belə eləyək. Okey. İndi mən gəlirəm sizin mənə suallarınızı cavab verməyə. Bugünkü təlimimiz yekunlaşdı. Kiminsə vaxtı az idisə çıxa bilər. Mən çox uzun danışmanın tərəfdarı deyiləm. Uzun yalnız və yalnız kursumda danışıram, uşaq və yeniyetmə psixologiya kursunda danışıram. Əgər sizə maraqlı olarsa, mütləq şəkildə qoşula bilərsiniz. Biz hardan bilək ki, bizdə vəziyyət ciddidir? Məsələn, asılıqdan necə aradan qaldırmaq olur? Asılıqdan aradan mən ümumiyyətlə bir insana baxan kimi heç vaxt deyə bilmərəm ki, səndə bu problem var. Sizə maraqlıdırsa 15 dəqiqəlik mini ödənişsiz konsultasiyama yazılın. Mən sizi diaqnostika edeyim fərdi qaydada və sizi artıq öz sxeminizi görəsiniz. Ondan sonra əgər mənimlə bərabər seans almaq istəsəz, biz sizinlə fərdi şəkildə işləyə bilərik. Amma ümumi şəkildə deyim, aslı münasibət necə olur? Birini unuda bilmirsən, keçmişə takıntılı olursan, birindən sevgi gözləyirsən, birini məsəl üçün dəyişdirməyə çalışırsan, onu olduğu kimi qəbul edə bilmirsən və yaxud da onun necə deyim, olduğu kimi olması sənə sərf etmir. Onun yanında özünü dəyərsiz, güvənsiz hiss edirsən. Bir var, bir yoxdur, bəlirsizdir, netdir, məsuliyyətsizlikdir. Evlənmək istəyən qarşı tərəf evlənmək istəmir. Nə bilim, boşanmaq istəyən qarşı tərəf boşanmır, amma eyni zamanda sənin istədiyini vermir. Yəni aslı münasibətin şaxələri çoxdur. Davamlı olaraq manipulyasiya olunursan, eyni döngülərin içərisindəsən. Nə bilim, addım atmaq istəyirsən, çıxa bilmirsən. Yəni bir tərəfli elə bir ki, həm sən xoşbəxtsən, həm bədbəxtsən. Elə bir ikili qütb şəklində gedir və sənə elə gəlir ki, xoşbəxtsən, özünü aldadırsan, amma ayılanda bilmirsən. Məsələn, gözünün içinə baxa-baxa sənə yalan danışır, sənsə onu real qəbul etsən. Gözünün içinə baxa-baxa sənə xəyanət edir, amma sən özünü aldatmağa çalışırsan. Ya bu statistik şeylər dəyişir də. Gərək mən həmən insanın siz necə birinci növbədə YouTube kanalına baxa bilərsiniz tamamilə ödənişsiz şəkildə. Orada YouTube videoları var. Birinci növbədə YouTubedan baxın. İkinci növbədə isə tövsiyə edirəm ki, mənim əgər seans götürmək istəyirsə, mənimlə birlikdə 15 dəqiqəlik ödənişsiz mini konsultasiyaya yazılın ki, orada sxeminizi görəsiniz və öz üzərinizdə artıq dərin psixoloji iş aparasınız. Çünki bu proses uzandıqca ancaq və ancaq aslı münasibətə düşəcəksiniz. Bundan ayrılsınız da, yəni aslı düşəcəksiniz, ondan ayrılsınız, yəni aslı. Bəzən insan deyir, ay, mən yeni döngüləri yaşayıram. Çünki bir dənə sxem var, onu görmürsünüz. O sxemi isə siz ancaq və ancaq mütəxəssislə işləyə bilərsiniz. Bax, mən son dövrlər 3 dənə yeni bir müştəri, yəni pasiyentim var, 3 pasiyentimlə işləyirəm. O pasiyentlərdə problem nədir? Üçündə də prostatak deyəcəm. O pasiyentlərdə problem odur ki, üçü də mənə seansa yazılan deyir ki, Günel xanım, biz özümüz üzərində nə qədər işləmişik, heç bir nəticə almamışıq. Mən də onlara qeyd etmişəm ki, cərrah belə özünü əməliyyat edə bilmir. Yəni sən gedib özünlə tək nə qədər kitab oxusan da, nə qədər ödənişsiz podkast dinləsən də, nə qədər ödənişsiz təlimə, vebinara qatılsan da, insan bir mütəxəssislə işləmədiyi müddətcə eyni şeyi təkrar yaşayır. Özün üzərində işləyəndə nə isə dəyişə bilərik. Məsələn, atıram 30%, 40%. Amma dərinini sən görmürsən axı, bu işin biləni var. Gəlin, məsələn, işləyək sizin üzərinizdə, çözün bu məsələni, həll eləyin. Amma yox, artıq düşünürsünüzsə ki, bir sözlə, bir cümlə ilə o sizə yüngül təsir eləyəcək. Yəni, belə deyək ki, loru dili deyə yüngül təsir eləmiş olacaq. Açığı demək istəyirəm. Tövsiyə olunur ki, ilkin etapda ödənişsiz başlayın YouTubedan keçin, baxın. Bir də Instagramda reelslərim var, onlara oturun, baxın. Ondan sonra biraz özünüzü tapacaqsınız. Ondan sonra da artıq ehtiyac duysanız məndən 15 dəqiqəlik ödənişsiz mini konsultasiyaya qoşula biləcəksiniz. Aranızda rekord olunur, narahat olmayın, qoşula bilməyənlər sonradan baxa biləcək. Aranızdan ümumiyyətlə, mən qrupda da elan verəcəm, uşaq və yeniyetmə psixologiya qrupu varsa, iyun ayı üçün 50% endirimlə qatıla biləcək. Çünki ilk və son qrupdur, yay ayı ərzində daha götürməyəcəm uşaq və yeniyetməni və yer sayı da limitli şəkildə olacaq. Uzun müddətdir götürmürəm, çünki fərdi seanslarım çoxdur, ona görə də çatdıra bilmirəm. Amma düşünürəm ki, iyun ayı vaxt eləyə bilərəm. İstəsəz mənimlə birlikdə davam edə bilərsiniz.
Okey. Başqa suallarınız varsa buyurun. Yoxdursa, yəni yazılı şəkildə buyuraq. Yoxdursa, bəli, ödənişsiz seanslar, baxın belə deyim, ödənişsiz seans olmur. Ödənişsiz konsultasiya olur. O da 15 dəqiqə olur. Terapiya prosesi deyil. Sizi sadəcə yoxlayıram. Nə ilə bağlı müraciət etmisiniz, məqsədiniz nədir, probleminiz nədir, sxeminizi çıxarıram və sizə göstərirəm. Siz məndən seans alsaz, mən sizlə bu cür istiqamətdə gedəcəm, sizlə bu cür işləyəcəm. Ödənişsiz hissədən sonra, bəli, siz artıq qərar verirsinizsə ki, bəli, mən artıq işləmək istəyirəm öz üzərimdə, ödəniş ödəyirsiniz, ödənişli hissədə sizinlə fərdi qaydada davam edirəm. Yəni belə olur qayda. Yəni ödənişsiz hissə sadəcə təqdimat üçündür ki, sən özünü görəsən. Sən psixoloqa güvənəsən, psixoloqa baxasan. Məsələn, mən özüm də insan məsələn atıram da tutalım. Biz marketə giririk. Marketdə nə olur? Vitrinə nə qoyurlar? Ödənişsiz məsəl üçün kolbasa qoyurlar. Deyirlər gəlin bir dənə bizim firmadan bir dilim kolbasanın dadına baxın. Hə siz gedirsiniz məsələn vitrinə yaxınlaşırsınız, bir dilim kolbasanın dadına baxırsınız. Deyirsiniz ki, məsələn bu mənim ağız dadıma uyğundur. Gedim bunun yekəsini evə alım. Dadına baxdın, getdin, aldın da. Birdən-birə məsələn kolbasanı sənə satsalar, sən onu ala bilməzsən. Məsələn deyirəm. Konsultasiyada sırf onun üçündür. Birinci sənə onun dadını baxdırıram 15 dəqiqə. Sonrakı etapda sənə dəvət edirəm. Gəl mənimlə işlə. Artıq işləyərsən, işləməsən o sənin şəxsi seçimindir. Və yaxud da ki, o kolbasa misalında da almazsan da şəxsi seçimindir. Sadəcə təqdimat üçündür. Yəni belə 100 nəfər baxır, ən azı 90 nəfər alır, 10 nəfər almır. Yəni bu cür şəkildə davam edə bilir. Ümumiyyətlə məndə konsultasiyalar onlayn şəkildə olur, WhatsApp üzərindən görüntülü şəkildə olur. Şəxsiyə yazsaz mən sizə detallı məlumat verərəm. Bəlkə də bilməmsə şəxsi də məlumat vermişəm. Okey. Slayd bəli göndərəcəm sizə, faydalana bilərsiniz. Video rekord da bəli olunur. Mən YouTube kanalıma yerləşdirəcəm. YouTube kanalım üzərindən mənə izləyə bilərsiniz. Məndə ümumiyyətlə müraciətlər çox vaxt valideynlər deyir uşaqlarınla bağlı ki, mənim uşağımın problemi var, amma valideynləri burada aktiv görmədim. Bu məni çox üzür. Amma şəxsdə dastan boyda mesaj yazırlar. Əgər insan nəyisə bir psixoloqdan belə nəyisə soruşmaq istəyirsə, ən azı ödənişsiz belə təlim olanda bir valideyn kimi məsuliyyət hissi keçirib, zəhmət çəkib qoşulub sualı yazmalıdır. Yoxsa hə, təlim qurtarır, vaxt bitir, valideyn dastan boyda mesaj yazır ki, mənim sualıma cavab verin. Əgər sən sualına cavab axtarırsansa, ən azı sənə sunulan ödənişsiz vaxt müddətində daxil olub sualını canlı verməlisən. Çünki bu təlimlər sizə görədir. Artıq mən ona dastan boyda mesajını artıq deyəndə ki, sən artıq ödənişli şəkildə konsultativ dəstək götürə bilərsən, xətrinə dəyir. Amma sən də onu başa düşməlisən ki, mən nəyisə də əldə etmək istəyirəmsə zaman ayırmalıyam. Çünki əmək sərf olunur, ödənişsiz keçirilir və izahlar olunur. Artıq YouTube-da Azərbaycan dilində psixologiya izahı olunur və mən şəxsən başqalarını deyə bilmərəm, başqa mütəxəssislər. Sayı da çoxdur mütəxəssislər. Amma mənim adımdan siz şəxsən hansı bir psixoloji mövzuda baxsa, siz avtomatik olaraq maariflənmiş olacaqsınız. Yəni vaxt gələcək bilirəm ki, yəni bütün Azərbaycanlılara nə lazımdır? Azərbaycan dilində mütəxəssis lazımdır. Mən girirəm YouTube-a, məsələn atıram, dəyərsizlik yazanda Azərbaycan dilində yazın, dəyərsizlik çıxmır, amma artıq dəyərsizlik yazanda mənim videolarım çıxır. Oradan baxıb nə qədər nəticə götürə bilirsiniz. Yəni yetərsizlik duyğusu ancaq türkcə çıxır. Amma indi yetərsizlik duyğusu yazın, Azərbaycan dilində çıxır, mən təqdim eləmişəm. Yəni bunlar artıq manipulyasiyaları daha geniş çəkəcəm, həcm olaraq çox böyük çəkəcəm. Manipulyasiya. Əvvəl çıxmır video, türkcə çıxır, amma indi Azərbaycan dilində mütəxəssis var, çıxır. Yəni sayımızı artırmaq lazımdır. Aranızda mütəxəssislər varsa tənbəllik eləməyin. Siz də video rekord çəkin, qoyun sayımız artsın, Azərbaycan dilində məlumat çox olsun, insanlar baxsın, maariflənsin və həqiqi belə deyək ki, ixtisaslı mütəxəssissinizsə özünüzü yaxşı şəkildə təqdim edin. Okey. Vaxtımız artıq az qalır. Mən yavaş-yavaş artıq yekunlaşmaq istəyirəm. 4 dəqiqəmiz qalır. Mövzu ilə bağlı hansı kitabları önərə bilərsiniz? Mövzu ilə bağlı sizə psixiatrların yazdığı kitabı önərəcəm, amma siz ondan elmi məlumat əldə edəcəksiniz. Öz üzərinizdə işləmək istəyirsinizsə, mütəxəssislə mütləq işləməlisiniz. Mütləq. Məsələn, dişim ağrıyır. Mən deyim ki, mənə hansı dərman? 5 dənə insandan soruşacağam, hərə bir dərman deyəcək. Amma ağrım azalmayacaq axı, ağrı var. Amma həkimə getsəm, həkim mənə başa izah eləyəcək ki, bu ağrının yaranma səbəbi nədir? Mən o ağrının yaranma səbəbini göstərəcək. Və mən başa düşəcəm ki, bunun səbəbi var. Yoxsa hər dəfə fərqli dərmanlar qoyaraq keydərək mən yaşaya bilmərəm axı. Məsəl üçün deyirəm. Əgər məndə məsələn atıram da dəyərsizlik duyğum varsa, bazı olaraq mən dəyərsizəmsə, tutalım deyirəm də, mən milyonçuya getsəm də, milyonçuya getsəm də dəyərsizəm. Mənə dünyanın ən brend paltarını versən də dəyərsizəm. Ən qlamurka yerdə işləsəm də dəyərsizəm.
Yəni dəyərsizlik o demək deyil ki, dəyərsizlik duyğusundan əziyyət çəkən insan ancaq fəhlə olur. Yox. Elə məsəl üçün atıram fəhlələr var ki, dəyərlik duyğusu da yüksəkdir, özgüvəni də yüksəkdir. Nə olsun ki, fəhləşdir, məsələn deyir. Amma elə vəzifədə oturan insanlar var ki, dəyərsizlik duyğusu çox aşağıdır. Yəni bu duyğular dəyişir. Kök səbəb eyni olanda münasibətə də sıçrayır, iş həyatına da sıçrayır və s. Məsələn, mən məsələn özümə güvənim olmasaydı, özümə dəyər verməsəydim, bu qədər insan qarşısına çıxış etməzdim. Düzdürmü? Və mən məsuliyyət daşıyıram. Dediyim sözlərin, qurduğum cümlələrin, məsələn, YouTube-a sunduğum məlumatların hamısının arxasında dururam. Niyə? Çünki elmə əsaslı danışıram, çünki psixoloqam, çünki təhsilliyəm, çünki ödənişsizdir, çünki ödənişsiz maarifləndirirəm. Yəni ki, bunu demək istəməkdə məqsədim odur ki, mütləq şəkildə işləyin. Konsultasiyaya kim yazılmaq istəsə yazın, yazın. Çünki bir həftəyə 5 nəfər götürə bilirəm, ondan o tərəf adam götürə bilmirəm. Yəni artıq real müştərilər də var deyə vaxt baxımından məhdudiyyət yaşaya bilirəm. Qoşulsaz da zamanda yazdırın, zamanda qeydiyyatdan keçin ki, sonra sizi ərtələməyim. Belə, bugünkü mövzumuz psixoseksual inkişaf yaş dövrü idi. Zigmund Freydin. Elmi əsaslı kitablar çoxdur. Zigmund Freydin də alıb oxuya bilərsiniz. Yəni Zigmund Freydin istənilən kitabını oxuya bilərsiniz, amma elmi olacaq. Onu da tam düşünmürəm, başa düşəsiniz, amma elmi məlumat üçün oxuya bilərsiniz. ChatGPT-dən araşdıra bilərsiniz. Amma sizə sırf öz üzərinizdə lazımsa psixoloqla birbaşa gedirsiniz. Yox, prosta universitet üçün oxuyursunuzsa, hə, kitab olaraq oxuyub danışa bilərsiniz. Ümumiyyətlə, yaxşı bir psixoloq olmaq üçün də, işinizdə yaxşı bir uğurlu bir şey olmaq istəyirsinizsə, o şeyi öz üzərinizdə birinci keçməlisiniz. O bir söz var ya, özünə deyir çarə qılmayan insan başqasına necə çarə qırsın? Yəni məsələn, maddi durumuna görə psixoloqa gedə bilmirəm. Okay, psixoloqa gedə bilmirsinizsə, məsələn, YouTube videolarım ödənişsizdir. Tamamilə ödənişsizdir. Buna pul lazım deyil. Və yaxud da Telegramda podkastlar yazıram. Tamamilə ödənişsizdir. Buna pul yazmıram. İndi qoşulduğunuz təlim tamamilə ödənişsizdir. Bu pullu deyil. Məsəl üçün deyirəm. Kitablardır. Məsəl üçün indi onların qiymətini bilmirəm. 20, 30 ya 15 manat civarındadır. Onu artıq öz büdcənizə görə ala bilərsiniz. ChatGPT də pulsuzdur. Məsəl üçün türk dilində, ingilis dilində YouTube videoları ödənişsizdir. Yəni ödənişsiz şeylər çoxdur həqiqətən. Amma görə bilən üçün, edə bilən üçün. Amma daha dərin işləmək üçünsə artıq bizə nə lazımdır? Bizə lazımdır məsuliyyət götürək. Başa düşək ki, mən kimə müraciət edirəm, niyə müraciət edirəm və qarşılığında nə alacam? Onda uğurlu nəticə də olacaq. Hər birinizə təşəkkür edirəm. Konsultasiya yazılmaq istədikdə şəxsimə yaza bilərsiniz. Bugünkü webinarda iştirakınız üçün də sizə minnətdaram. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun Könül xanım. Zəhmət olmasa